gör məndən necə iyi gəl. Arkadaşlar, mən günümə güzaranıma baxın da. Evet arkadaşlar, kameranı açmışam, abrın həyan olsun. Heç Çək onu oyna. çəkmirəm. Ay bir sancı. Abrın həyan Küsarım sana Allah'ım olsun. olsun deyə. Ata başı oynatsa, o biraz böyüsün. Yaxşı ki, böyüsün. Ayda. Herkese salam. Əsla tutdu. Bu dəfə Əsla tutdu. Rabia gördü, o da bilmir, artıq yarışmadan çəkilir. Aşkım, dünən sizin verdiyiniz qolbağı hələ də taxıram da. Özünə niyə əziyyət verirsən? Deməli, uşaqlar, biz sabah saat 11 tamamda Xaçmazda Brent House'un yeni mağazasının açılışında olacaq. Bir daha təkrarlayıram. Xaçmazdan bizi izləyən izləyicilərimizin hamısını orada gözləyirik. Gəlin, şəkil çəkdirək, söhbət eləyək, bir yerdə vaxt keçirək. Brent House'un açılışında yemək içmək olur, orada iştirak eləyərsiniz. Geçen birlikte uşaqlar üçün üz boyama olur. Sembol uşaqlar gününə düşüb açılışımız. Xaçmazdakı bütün izləyicilərimizi 1 iyun, yəni sabah orada gözləyirik. Səhər saat 11-12 arası. Gözlər dostlar, deyəcəksiniz ki, qabaqdan deməzsiniz, amma 2 gün qabaqda bir şey. Brent House'un Instagram səhifəsində mağazanın dəqiq adresini öyrənə bilərsiniz. Mən də shortsda paylaşacağım. 2 gün qabaqda bir şey. Evet, şimdi ne yapıyoruz? Hazırlanıyoruz. Sabah sizle görüşmek için otele bugün rezerv eləmişik ki, Xaçmaza yaxın bir otelde rezervasyon eləmişik ki, sabah sizin yanınıza vaxtında çata bilək. Çünki Aslardan Bakıya, Bakıdan Xaçmaza saat 11 tamamı gəlib çıxa bilmərik, gecikərik. O yüzden ne yapıyoruz? Hazırlanıyoruz. Evet, Meryem Hanım, senden başlayaq. Ne giyinəsən bugün? Gəlin. Gedək görək. Evet, göster görüm. Öyle bir donum vardır. Bunu Kafeler City'nin şeyinde giymiştim. Açılışın donunda. Aha. Brent House almışım. Aha. Onun üstüne de Ceket giy. Sivit de giymiştim ama neyse yani. Niye ki bu nazik bir ceketli giyinə bilərsən? Tamam, get əyni bir giyin, gəl sən burada Bir də gözləyirik. benim- Onları sumkamıza sonra yığarıq. Çanta yığacağıq arkadaşlar. Burada çantalarımızı düzmüşük. Evet, şimdi sıra Esnat Hanım'da. Esnat, sen giyinmişsən ki? Yaxına gəl görüm. Evet, Esnat bu maviş donunu giyinir. Bu don sən bilsən necə yaraşır. Çox gözəl yaraşır. Prinsesiyalara oxşuyursan. Oh. Şimdi ise sen saçını yığacağım. Şimdi ise sıra Rabia Ferizade. Rabia Hanım, siz giyinmişsiniz. Yaxına gəlin də qızlar. Giyinmişsiniz yoksa yok? Bu ev kombinidir şu an. Video kombini. Ne giyinəsiniz Rabia Hanım? Özüm Özün de bilmiyorum. də bilmirsən. Mən sənə ağ ətəyi və ağ köynəyi geyinməyi Bunu isterim ki hamımız Ceylan'da Ceylan. Niyə Əsnat da bizdən qabaq geyindi, sonra təzədən şeydi, bizlə bir yerdə geyinəcək. O zaman ağ donuvu geyin. O bilmirəm, mən öz-özünə makyaj eləyir, o don məndən betər. Bu neyirsə, altı qapqara donsuz, belə eləsən, altı təzə, üstü bəzəkdir. Şeydir, yulmağa ataydın da bu günə kimi niyə... Altımda, gəldim asılqanda üstündə zərlər var. Deyirəm də öz-özünə makyaj eləyir o. Sən yumağa atdın, asılqana qayıtdı təzədən paltar. Hə, yuyuldu, asılqanda yuyulmuş üstündə zər var idi. Hə, yulub yəni. O zaman geyin də, zər olsun da, zər pis bir şey deyil ki. Nirəm birinci zərlər, bu töküb bilməm nə eləyibsə. Sən işindir. Yazıqı mən heç sən kullanmıyorum. Ururururu. Sən heç kullanmırsan. Düzün denən al. Əl atdın. Əsad bir xal yazdım sənin şotuva ya. Sildim bir xalı. Sən bir xal yazdım ha sənin şotuva. Rabia, Bamiyə, əsəbləşirəm ha. Dur qızmayın ayağa. Rabia paltarını sən batırmısan. Hayır. And iç. Kur'an'ın dostuma. Düşürəməmişim mən heç sən işlədirəm. Balta niyə makyaj eləyir? Gətir göstər görüm o üstündəki zərləri. Arkadaş. Sən mənim canım düzün desən batırmısan. Rabia get gətir də paltarı. Mən dinən aramızda qalacaq.
Gətir. Eşitmirəm. Evet. Məryəm xanım, məncə qabağını açın, bu gözəllikdən bizi məhrum qoymayın. Bu paltarın önü də görsənsin. Məryəmin paltarının düymələrin detaylarına baxın, qaşdı. Ən sevdiyim şey qaşdır arkadaşlar. Evet, annesinin sepi də bizi qarşıladı burada. Çok güzel yakışmış bu kombine. Ay Allah, Fişo, sən beləsən. Saç seç özüvə. Rabi xanım, göstər görüm zərləri. Hanı zər? Hanı zər paltar üstündə? Deyən indi lupa verin axtarsın. Bir yani büyüteç verin buna. Bizler yoktu, yalandan değil. Qurban olsun var, öz gözümün şahidiyəm. Nədir, mən yalan animasyon görəm. Animasyon yok, animasyon. Abi de hansı zərlərdir? Göydə asladığımız zərlər düşüb bunun paltarında. Hanı yaxşı zəri göstər görün bura. Əsnada şərliysən ki. Təmizləmişəm belə. Hanı bəzər? Elə gedən bir şey Qurban oldu. olsun təmizləmişəm. Deyirəm geyindirsən zər var. Ən zəhləsi gedən şey onun yaxından çəkməkdir. Hanı zər? Aşkım bilmirəm çünki yox oldu. Zər hanı zər? Aşkım yox oldu. Onda get geyin də. Get geyin. Yaxşı çəkmirəm. Maşında bası olacaq. Maşında batacaq. Onda bu zəhrimarı mənə şaldırmısan geyinməyəsənsə. Maşında batacaq, üstü zərdir. Dəyməyin düşdü. Aa. Get geyin. Toyusun nə qədər. Ay qız, o boyda paltar alıram sizə. Azərbaycan tüpürəri mənim üzümə, bütün Azərbaycan. Get bir şey tap geyin. O boyda paltar alınır sənə. İşlər astıdır. Hani be o paltarların? Şortikin var, köynəklərin var növbə-növ. Bilmir. Heç nə arkadaşlar, Rabia'yı kendi vicdanına bırakıyoruz. Saçını da yığasan bugün. Mən, Əsnad xanım prenses hörüyü yığacaq. Sən? sən bilirsən. Bilmirəm. Sən seçsən onu. Mən seçim. Yanlışlı olmaz. Yay deyir Rabia. Aşkım bizdə elə deyil ki, bizdə cəmsə Azərbaycan. Geyinməzsən Çox bile yanlışlı olsun. olacaq ya. Aşkım mən bilmirəm. Hər şeyi nəzərə al, ona uyğun geyin. Şöyle. Seninle hiç... Kıça üstünə Ha, geyin gəl. Arkadaş, sən bilirsən nə? Sakitçilik, bilmirəm, dinən. Nə yığım saçı? Sən seç. Yaxşı. Bak başımı düşəcək. Gəl sən. Hörümçək. Boy, hörümçək. Gözlərindən yeriyir burada. Deməli bizim evə tor salan sənsən, hə? Çox bilmiş. Sənin işini görərəm mən deyən. Tutarım qulağından atarım bayra. Burada yiyip biraz sonra evde. Biraz da ışıklı senin de. Hə, prenses hörüyü yığaq saçları var. Tamam, getdik, gəl. Fırlan bakalım. Hop, Əsnatın saçları hazır. Dön də güzel. Evet. Geriye qaldı sənin üçün çanta yığmaq. İndi Məryəmin də saçını yığım, Rabişin saçını. Kıyafetlerimiz burada. Evet, Rabişin də saçını ütülüyüm, keçək çanta yığmağa. Tamam? Evet. Çak. Azıcık. Yok. Evet arkadaşlar. Mərişin də saçı hazırdır. Məryəm beğendin saçını? Evet, şimdi gəlirik Rabia'nın məsələsinə. Deməli bu xanımcığaz BBC-nin evində bir adət-ənənə görüb. İndi harda önəmli yerə gediriksə, mənim orada başımı oynaçır bu. Deməli o gün Nahidə qızın saçını ütülüyürdü. İndi məndən o vaxt bu vaxtı yapışır ki, mənim saçımı ütülə. Ona görə bugün məcburan Rabia'nın saçını ütüləyəcəyik. Gül kimi Dyson. O Dyson hədər bir şeydir. Elə 5 Hə. dəqiqə götürürsən, bir yarım saat keçir, başın təzə ilə şişir yani. Eyni şişmir, biraz şişir. Eyni şişir. dərəcədə şişmir. Ama şişir. Amma bu da sənin saçına ziyandır. Saç qıranları artırır, saçı yandırır. Vallahi mən də istəmirəm, məcburam. Nəysə. Başlayaq Rabia'nın saçını paltar ütüləyən kimi ütüləməyə. Ay Allah, 21-ci əsrdə yaşayırıq. Yəni sprey yoxdur. Spreyi tap da. Tap gəl, tez ol, tempo. Arkadaşlar, mənim günümə güzaranıma baxın da. Xanımzadə oturub burada paltar ütüləyən kimi saç ütülətdirir bizi. Səsin çıxmır Rabia. Nə fikirləşsin?
Baxın necə düpdüz olur dostlar. Evet. Amma prosta yandırmayı var da. Evet. Bunu bitiriyoruz. Geçiyoruz çantalarımızı yığmağa. Evet. Ben yine fədayı en axırdayım. En axırda hazırlaşacağım. Arkadaşlar, Rabişin saçı hazır. Gəl yaxına dön baxsınlar. Gözə baxın belə eləyim. Evet, Rabişin saçını ütülədik, dübbələm düz elədik. Getdin. İndi Məryəm xanım çantasına nələr koyuyor? Göstər görək. Birinci Əslanın paltarı. Əsnatın paltarını da sən qoyursan. Tamam, qattala qoy. Belə donu var. Əsnat açılışda bu donu geyinəcək. Bunu götürürük onun üçün. Qatlar deyirəm belə. Sərgə ilə qoyar. Evet. Belə bir Qaldır sumkanı yuxarıda. Atacağına kadar sen şey nasıl seviyor diyor şeyi. Nəyi? O yapışan şeyler. Necə gözəl gülürsən sən. Otur. Çox gözəl gülürsən. Dişindəki qaraya yaraşır elə. Məryəmin açılışda geyinəcək paltar bir-birlərinə oxşuyurlar, amma rəng fərqi var arkadaşlar. Eyni rəngdə deyillər. Evet. Bax necə olur. Daha sonra Evdə geyinməyə paltar. Bunu aha, pijama, geyinməyi də götürək. oteldə geyinməyə də, Yatmağa da. oteldə yatmağa. Donla götür. Hı. Bu oxuş. Evet. Köynəyimi götürəcəm. Ağ yupqa ilə bu köynəyi yedek paltar kimi götürürük Mən bunu. ağıllı götürdüm, soz yeyəndə ağ köynəyimi geyindim, soz damladı üstüm. Bunda niyə yoxdur? Başqa nə götürürsüz? Rabiyə üçümüzün yubqaları. Baxım yupqavızı aç, baxım birinə. Bu əsasında sizin yupqavıza baxım. Özünüzlə bunu yedek paltar kimi götürürsüz də, düzdür? Açılış paltarımız var, bu günlük paltarımız var. Bunu hər ehtimala yedek götürürsüz, düzdür? Tamam, bu Rabişin yupqası. Öz yupqavı da qoy. Oy da doldu ya. Doldu, evet. Çünki purjunludur. Bu mənim yupqamdır. Rabiyənin ağ köynəyi. Problemim var. Nə problemi? Orada şortikdən geyinəcəm. Verərəm mən sənə şortik. Rabiyə də yatmağa paltar götürdü özü ilə. Daha sonra mənim yupqamı göstərdi izləyicilərə. Heç geyinməmişəm, görməyiblər. Arkadaşlar, benim böyle bir eteğim var, bakın. Çok güzel arkadaşlar. Kabağını döndərin. Döndər. 2 3. Tam. Evet, heç geyinməmişəm amma geyinəcəm. Gəl. Gəl. Onu mən öz çantama qoyacağam, onu qoy qırağa. Bir də ağ köynək götürdünüz, düzdür? Özünüzlə makyaj bakım çantası götürürsüz. Gətireyim çantamı. Hə, gətir baxaq. Əsad dişlərin yudu gəldi. Evet arkadaşlar, kameranı açmışam. Abrın həyan olsun. Heç Çək onu oyna. çəkmirəm. Ay diz hansı. Abrın həyan. Küsərəm sən Allah'ın olsun. Ay bala. Bərəkədən. Abrın olsun. Allah'ın olsun. Çıxart da parmağı bu. Keç oynat. Keç oynadın. Burada mı şaşırsan təzə paltarların üstündə? Çıxart da əlindən. Ne yiyeceğiz buna? Eş yoktu. Çıxart da əlindədir. Çıxart da əlindədir fırtığı. Şiyə ürəyin çıxsın. Eş yoktu abi. Şiyə. Gəl Məryəm, görək nə yığmısan? Ne oldu? Öpüldüm. Üstüme ne sürttün? Üstüme ne sürttün? Üstüme ne sürttün? Aldı da sürttüm sen. Tut bunu. Tut. İğrenç məxluqat. Quranın ağzına gördün o boydalı yaşıl bir şey var. Ayağım cüzdan. Sulayım da benim yaşlı olsun. Sakitçilik. Quranıma and olsun Əlifin buradan bura kimi yaşıl fırtıq gördüm. Ovalıyın əlində. Baş parmağında. Əlində ovalıyın. O kameranın çırpın başıma. Mən də benim günahım var. İğrenç. Ürəyin çıxsın. Sürtdü uşağın üstünə. Elə eləyirsin, elə bir sıfırtığız yok. Quranı Yani sen de öyle. Çaval değil sensin. bayaqdan nə şöpürdün də yeməyəcəydin sən? Fırtıq yan o şeydi aslında.
Götür, gel. Yes. Siyah. Nə yığdınız makyaj çantanıza? Baxın. Belə zər götürdüm üzümə açılış. Açılışa gedəndə vurmağa əla fikirdir. Sonra Bir dənə duxu götürdüm. Aha. Bir bunu necə işlətmişsiniz? duxu çox və səpmirəm, sprey səpirəm o üçün podamis. Aha. Şiqlan pomadanı götürdüm. Aha, yaxşı eləmisən. Çikomu götürdüm. Arkadaşlar, Çikomu götürdüm. mənim Çikomu. qışqırtma zamanı hədiyyə elədiyim Kikom getdi bura. Elveda. L'Oreal Paris. L'Oreal. L'Oreal Paris'in belə bir dənə pomadası. Aha. Başqa? Əslində bu body mist götürdüm. Aa, bunun çox gözəl qoxusu var, dəhşət. İndi Çox. Rabiyə də nə götürəcəksə, Bu səninkilər idi. əslində mənkilər. Əslində səninkilər, Rabiyə də öz götürmədim. əşyalarını götürər. Deyirəm Allah götürüm, Allah üçün işdə yandırar sifətim. Hə, allıq götürmə. Zər elə ən gözəlidir məncə. Gloss nə götürsən göstər görək. Hə, rezini yaxşı elədin, götürdün. İndi orada səndən rezin dilənəcəklər. Yeyiblər səhər yeməyi. Niyə latsan? Aa, İçinə balaca rezin götürdüm. sizə verməmişəm zavtrıq. Niyə yalan danışırsan? Satqı. Bu adamı tutdurar ey, Allah'ın olsun. Hə. Yaxşı ki bunlar var. Allah bunları bilsə niyə getirib sizə övlad olaraq. Bunun şərtçiliklərindən mənə xilas edən şahidlərim olsun deyə. Ata başı oynatdı, o biraz böyüsün. Yaxşı böyüsün. Ayda. Gəl göstər. Rezini qoy da dayıra. Rabiyə bir dənə bunu ver. Sən mütləq bu gün antiləzi qaytaracaq. Mən götürmüşəm. Rezin qırılıb. Belə gələr. Qırıq rezini verirlər. Düzdür. Bütün əşyaları Rabiyə səliqəli saxlayır. Bunlar hamısı ələkvələyirlər. Sonra yalvarırlar Rabiyə ki, ver işlədək. Rabiyə deyir, söz versən qaytarasan. Deyir, hə, qaytarırlar amma cırıq, qırıq, tökülmüş vəziyyətdə. Sən bu mövzuda haqq verirəm. Versən ləkəli qaytaracaq. Düzdür. Sonra Atkını başıma taxdınız qız. başıva taxma, saçın ütülüdür, qəşəng görsənir. At çanta var. Atımı İnci, hə, inci taxım yoxsa tax yaraşır. İnci tax, inci qəşəng görsənəcək. Parfüm olaraq da Mayveyi götürürsən. Bunun qoxusu çox qəşəng qaldı. Ancaq krafatım. Məndən görüb bu arada bu duxunu. My way. Çəpək saxla. Kəpək saxlamır. Sən Allah, bu nədir? Başın uçdu o yana, saçın uçdu bu yana. Bu necə gülmək? Evet, sən Şəhriyar, sən də get geyin, mən də gedim geyinim, çıxaq evdən yavaş-yavaş. Məncə də çıxmalı. Haydi. Evet arkadaşlar, evdən çıxdıq. Mən də bu haldayam. Bu kətan dəstimi geyindim. Qorxdum elə. Bu kətan dəstimi geyindim. Gəlmişik hal-hazırda Brent House-dayıq. Deməli, bir uşaq var Məhəmməd adında. Lənkəran üzrə bilik yarışması keçirilib. Ora bilet alıb daxil olub və onlarla məktəb yüzlərlə şagird arasında birinci yerə çıxıb. Nə oldu Rabiyə? Nə oldu? Saçın gözünə dəydi. Hoca qız, biraz yavaş ol. Uşağın gözləri sulandı. Qıpqırmızı oldum, pomidora döndün. Evet, bunlar mehriban düşmanlar bir-birlərini qırırlar, sonra qucaqlaşırlar. Nəysə, Məhəmməd deməli yüzlərlə şagird arasında Lənkəran üzrə bilik yarışmasında birinci yerə çıxıb və Brent House-dan onun üçün gəlmişik ödül olaraq qəşəng bir paltar almağa. Hal-hazırda özü paltarlarını yığır, nəyi bəyənibsə, əynini dəyişir. İndi paltarları götürüb gedirik. Siz də dərslərinizi yaxşı oxuyun. Gözəl nəticələrinizi bizlə bölüşün, imtahanlardan, yarışmalardan. Sizi də hər an çağıra bilərik Brent House-a. Qəşəng sizin üçün kombin düzəldə bilərik. Bu, mənim ümumiyyətcə savadlı, ağıllı uşaqlardan çox xoşum gəlir. Və belə bir şey olduğu halda mənə göndərir. Misal üçün 9-un imtahanından yüksək bal toplayan, misal üçün 100 baldan belə deyim 90 üstü toplayan və yaxud da hansısa vacib bir imtahanını yüksək bal toplayan bütün tələbələri gözləyirəm. Nəticələrinizi atın mənə, mən sizə özüm ulaşacağım. Ayda bir dəfə bir dənə uşağa özüm ulaşacağım, o şəkildə görüşəcəyik. Aldın duxu, 2 ara bir dərədə özünə duxu aldın. Evet, aldım. Çox qəşəngdir. Bax gör məndən necə iyi gəl.
Çekiyor musun? Evet. Deməli, mənim zövqümlə Məhəmmədə belə bir köynək seçdik, sepli. Yenə mənim zövqümlə belə bir qara şortik seçdik Məhəmmədə. Yeganə olaraq Şəhriyarın zövqü ilə belə ayaqqabı, bunun ipləri yoxdur uşaqlar. Kuruq belə vurur, açılır, kuruq vurur, bağları çox qəşəngdir. Xoşun gəldi kombinlə. Açığı da mənim zövqümdür. Onu deməsən ölərdin də. Evet, Məhəmməd. Uşağın başına özündən böyük kepka soxuşturmağa çalışan mən idim elə bil. Sen elə. Məhəmməd, uğurların bol olsun. Daha böyük yerlərdən səsin Çox gəlsin. savadlı uşaqdır. Şəhriyar ha sual verdi ki, bəlkə uşağı sıxışdırar. Bütün söhbətlərdən çıxdı uşaq. Başladık, getdik. Duxda da gəldi. Mənə öpmürsən onu elə. Sən də bir də... Bu da Adın bizim neydi balaca... sənin? Yusif. Yusuf, hə, mən demişdim, mənim ən sevdiyim ad. Deməli, Yusuf bizim ən sevimli izləyicilərimizdən biri. Bizi harayası bizi tapır. Bundan ikinci dəfədə bizi tapır, maşından tanıyır, uzaqdan tanıyır, tapır. Sən hava çək bura. Əlbəttə. Kanala abone olun, videolara like atın. Eşitdiniz Yusufu, kanala Yusuf'un abunə sözündən çıxdınız. olun. Yəni, o bir izləyicilərin dəli olacaq. Sizin də sözünüz vacibdir. Öpürəm Yusuf, uğurlar. Mənim öz hayındadır gözümü. Rabia da porsun da yeri göbürü. Posteli gözümə çəkirib. Baxmıram heç. Evet arkadaşlar, çıxdıq Brent House-dan, gəldik yemək yeməyə. Rabia, sən nə sifariş vermisən? Şarma. Şavrma. Sən nə sifariş vermisən? Pizza. Pizza, ikimiz də pizza. Evet. Şəhriyar da mərci ilə şarma yeyəcək məndən bir yerdə. Mən də eyni ilə. Yeməyimizi yeyirik, sonra hara gedirik? Bakıya. Bakıya. Oradan da Oradan hara gedirik? Sabayısı Xaçmaza. Xaçmaza, oradan da Qubaya, düzdür? Arkadaşlar, sabah saat 11-12 arası Xaçmazda sizləri görmək üçün hazırlaşırıq. Çıxırıq yola qızımızla birlikdə. Gebele çıktığında sonra sabah tatilcilik edecek. Oradan gidecek. Evet arkadaşlar, kendi de bilmiyor ne konuştuğunu. Gıcık böyle yapıyor. İzleyicimizin verdiği qolbağı da taxıb, maşallahlar olsun. Xoşun gəldi o qolbaqdan. Nuş olsun hamımız o zaman, yiyin. Biz gəlirik Xaçmazdakı izləyicilər sizin yanınıza. Video ilə sağollaşaq da yola çıxırıq bugün. Videonu bəyəndiksə, bizi orada gözləyirsinizsə, kanala abone olub, like atıb, yorum yazmayı unutmayın. Bu arada Xaçmazda olmayanlar üzülməyin, çünki tək Xaçmaza yox, yay boyunca bir çox rayonlara gələcəyik və gəldiyimiz müddətdə də hamısında sizə xəbər eləyəcəyik.